Ona görə İran bizim dövlətimizdir, İran bizim tariximizdir. Biz İranda oturan müştərilər bizim rəhbərlərimizdir. Və bu müharibə ki var, Amerika başlayıb, inşallah özünüz görəcəksiniz bu Amerikanın və İsrailin məğlubiyyəti ilə qutaracaq. Və mən sizlərə demişdim, yenə də deyirəm, Amerika regiondan qovulacaq, İsrail məhv nabud olacaq və əlbəttə ki, biz istəməzdik ki, müharibə olsun, amma bu müharibə İranla, yəni şeytanla haqqın, batillə haqqın müharibəsidir və bu müharibədə inşallah haqq axır qalib gələcək və haqqın yanında Rusiya, Çin qərar tutub. Ona görə ki, həm Çin, həm Rusiya çox gözəl bilir ki,